Siyasetle məşğulam çünki mənim missiyam biraz yekə çıxmasın budur. Siyasetlə millətimizə, xalqımıza xidmət etməkdir və eyni zamanda da mən fikirləşirəm ki, problemli olan xüsusən ölkələrdə hər bir düşünən insan siyasetlə məşğul olmalıdır. Əvvəl ona görə ki, necə deyirlər, sən siyasətlə məşğul deyilsənsə, siyasət səndən məşğul olacaq. İkincisi ona görə ki, düşünən insanlar siyasətlə məşğul olmayacaqlarsa, onları düşünməyən, yaxud düşünməyə bacarmayan insanlar idarə eləyəcəklər. Ki biz onu görürük. Bu səbəblərdən mən siyasətlə məşğul olmanın tərəfindəyim və siyasətin içindəyim. Təşəkkür ederim. İsa bəyin dediyi çox önəmli bir məqamdır. Əziz tamaşaçılar, siyasətdən aralanmayıb, İsa bəy siyasətin elə tam mərkəzindədir və düşünməyən insanlar, yəni siyasətdən uzaq olan toplumlar, biraz da böyük qloballaşacaq, onları həmişə çətinliklər və hətta faciələr gözləyir.